İş tapmaq və yaxud işini dəyişmək istəyənlər, işsizlikdir efirdədir. İş axtaranlar bizi diqqətlə izləyin. Sizin üçün əmək bazarında yeni vakansiyalar, real iş imkanlarını araşdırıb toplamışıq, birazdan təqdim edəcəyik. Əlimdə heç bir vəsait olmadan biznesə necə başlaya bilərəm deyirsinizsə, o zaman Murad Məmmədovun uğur hekayəsini izləyin. Çünki o, sərmayəsiz qurduğu biznesini nəinki yerli, hətta qlobal bazara çıxara bilir. Bir qədər sonra insanları tora salan piramida dələduzluğundan danışacağıq. Asan gəlir vədi ilə aldanan insanlar böyük məbləğlərdə pul itirirlər. Bəs fırıldaqçıların tələsinə düşməmək üçün nə etməliyik? Günün müzakirəsi bununla bağlı olacaq. Bir qədər sonra qonağımızla bu haqda danışacağıq. Ötən həftə bir sıra müavinətlərdə artım reallaşıb. Belə ki, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən müavinət 1380 manatdan 1600 manata yüksəlib. Peşə xəstəliyi və ya qəza nəticəsində əmək qabiliyyətini itirənlərə ödənilən vəsait 276 manatdan 320 manata çatdırılıb. Belə hallarda dünyasını dəyişənlərin ailə üzvlərinə və himayəsində olanlara verilən məbləğ isə 55 manat artırılaraq 400 AZN təşkil edib. Vəfat edən əmək pensiyaçılarının ailələrinə verilən dəfn müavinəti isə 960 manat olub. Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan vergi məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə vergi tutulacaq. Eyni zamanda satış üçün xüsusi elektron portal yaradılacaq. Satışı həyata keçirən əlilliyi olan şəxslər qeydiyyatdan keçəcəklər. Əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxslərin bank hesabına köçürüləcək. Ötən həftə gündəmdəki xəbərlərdən biri də universitetlərdə əmək bazarının tələblərinə cavab verən yeni ixtisasların yaradılacağı haqqında oldu. Belə ki, bakalavr dərəcəsi üzrə 7, magistratura pilləsi üzrə 20 və rezidentura üzrə 8 yeni ixtisas təsis ediləcək. Ekspertlərin sözlərinə görə riyaziyyat fizika müəllimliyi ixtisasının yaradılması bölgələrdə ikili ixtisaslarda müəllim çatışmazlığının aradan qalxmasına təsir edəcək. Xüsusi pedaqogika ixtisası isə xüsusi qayğıya ehtiyacı olan şagird və tələbələrlə işləməyə imkan yaradacaq. İndi isə Ədliyyə Nazirliyi əməkdaşları sırasında çalışmaq istəyənlər üçün bir elanımız olacaq, diqqətinizə çatdıracağıq. Belə ki, Ədliyyə Nazirliyi vakant vəzifələr üzrə müsabiqə elan edir. Ali hüquqi təhsilli şəxslər mayın 1-nə kimi müraciət edə bilərlər. Qeydiyyat Nazirliyin rəsmi saytında qulluğa qəbul bölməsində aparılır. Test imtahanını Dövlət İmtahan Mərkəzi ödənişli əsaslarla keçirəcək. İmtahandan keçənlər ikinci mərhələyə buraxılacaqlar. Əlavə məlumat üçün 012 538 01 62 012 538 08 85 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. İndi isə əmək bazarında mövcud olan digər dövlət və özəl sektor iş imkanlarını diqqətinizə çatdıracağıq. Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi İnşaat Mühəndisi vakansiyasını təqdim edir. Ali təhsili müvafiq sahədə 5 il təcrübəsi olanlar martın 15-nə kimi sivlərini idarənin elektron ünvanına göndərə bilərlər. Əmək haqqı isə razılaşma yolu ilədir. Baku Elektroniksin Azadlıq filialına nəzarətçi axtarılır. İş qrafiki növbəlidir. Maaş 500 manat təklif olunur. AZK Kaosun 28 molda yerləşən filialına satıcı lazımdır. Azərbaycan dili biliyi tələb olunur. Rus dili və satış sahəsində təcrübə isə üstünlükdür. Əmək haqqı 500-600 AZN təklif olunur. Və Bakı Ayaqqabı Fabrikində mühasib vakansiyası var. Ali təhsil və 2 illik iş təcrübəsi əsas şərtlərdəndir. Göstərilən tələblərə cavab verənlər sivillərini 31 mart tarixinədək şirkətin elektron ünvanına göndərə bilərlər. Maaş isə 800 manatdır. İlkin olaraq sizə 4 vakansiyanı təqdim etdik. Digər vakansiyaları isə proqramımızın sonuna saxlamışıq. Diqqətiniz bizdə olsun. Digər vakansiyaları efirimizin sonuna yaxın sizə təqdim edəcəyik. Sərbəst iş
rejimi, yəni freelancerlik son illərdə əmək bazarında ən çox maraq doğuran iş modellərindən birinə çevrilib. Freelancer müstəqil işçidir, yəni xidmətini özü təklif edir. Distant işləməyi sevənlər üçün də bu yaxşı bir seçimdir. Lakin üstünlükləri ilə yanaşı müəyyən riskləri də var. Bəs onlar hansılardır? İşin riskli tərəfləri hansılardır? Bu barədə əməkdaşımızın hazırladığı süjetdə izləyəcəyik. Bahar Orucova dizaynerdir. Sərbəst iş qrafiki ilə daha çox qazanc əldə etdiyini vurğulayır. Söhbət freelance iş modelindən gedir. Mən özüm də freelance olaraq artıq 2011-ci ildən fəaliyyət göstərirəm. Rəsmi olaraq vergi dairəsində qeydiyyatdan keçərək xidmət göstərirəm. Və belə bir vaxt gəldi, çatdı ki, artıq mən öz işimdə hiss elədim ki, kiməsə işləmək yox, daha çox insana xidmət göstərmək və özüm üçün işləmək istəyirəm. Və bu mənə biraz daha çox sərbəstlik, iş planımda sərbəstlik, iş günümünü sərbəst planlaşdırmaq imkanı verdi və biraz daha çox qazanc imkanı verdi. Freelance modelində daimi iş yeri yoxdur. Hətta daha az əmək sərf edib yüksək gəlir götürmək mümkündür. İş gününü planlamaq öz ixtiyarındadır. Yəni qısa müddətli iş imkanı və vaxta qənaət deməkdir. Kimsənin altında işləmirsən, kimisə əmrinə tabe olmursan, özün istədiyin kimi, özün daha necə sənə rahat elə işləyirsən, qarşılığında gəliri görəndə daha çox xoş olur insana və bu işlər freelance olmağa daha çox çalışmağa vadar edir insanları. Maddi durumun yüksəlməsi də çox böyük rol oynayır. Çünki insanlar baxır ki, freelance olaraq çalışır, maddi durumu da yaxşıdır, demək biz də çalışa bilərik freelance olaraq. Gününü planlayıb, özünü rahat hiss eləmək üçün çox yaxşı bir seçimdir freelance çalışmaq. Pandemiya dövründə dünyada sürətlə inkişaf edən gig iqtisadiyyatı Azərbaycanda da aktuallaşmağa başladı. Demək olar ki, insanlar yaşından asılı olmayaraq sabit və ya əlavə gəlir əldə etmək üçün bu modeldən yararlandılar. Ölkəmizdə gig iqtisadiyyatı daha çox informasiya texnologiyaları, proqramlaşdırma, dizayn, multimedia xidmətləri, tərcüməçilik, maliyyə, insan resursları, taksi və çatdırılma kimi sahələrə əhatə edir. Üstünlüklərinə baxmayaraq bu modelin riskləri də qaçılmazdır. Freelance olanlar, yəni böyüyünü işlədiklərinə görə onlar həm də gəlirlərindən sosial ödəmələr də ödəyirlər. Həmin bu sosial ödəmələr minimum əmək haqqı qalxdıqca risklərdən biri odur ki, onların sosial ödəmələrin həcmi də qalxmağa başlayır. Bu sahədə risklər bir neçə istiqamətdə vurğulaya bilər. Təbii ki, onlar rəsmi şəkildə işlədiyi halda onların sosial ödəmələri, onların pensiya ödəmələri üçün, icbari tibbi sığorta hüququ əldə etmək üçün kifayət edir. Amma bu tip şəxslər sərbəst şəkildə işlədikləri zaman heç bir yerdə qeyddən keçmədikləri halda bu birinci risk onların özləri üçündür ki, onlar sabahların icbari tibbi sığortadır, belə deyək ki, digər sosial ödəmələrdən pensiya əldə etmək hüquqlarından məhrum olmuş olurlar. Yəni, gig iqtisadiyyatının mənfi cəhətləri yetərincədir. Odur ki, freelance kimi çalışmaq istəyirsinizsə, bütün bunları öncədən nəzərə almalısınız. Hazırda isə uğur hekayəsini izləyəcəyimiz Murad Məmmədovun ilk biznes təcrübəsi uğursuzluqla nəticələnib, lakin bu onda satış və bazar tələbatını, bu sahədə riskləri daha yaxşı analiz etməyə kömək edib. İndi o, şəxsi biznesini xarici bazara çıxarıb, dünyanın bir çox ölkələrində satış həyata keçirir. Sahibkarlıq fəaliyyəti üçün iki şeydən biri lazımdır. Ya boş zaman, ya da pul. Məndə də pul yox idi, zaman var idi. Demək olar, sıfır sərmayə ilə başladım. Bütün pullarım xərclənmiş, əksinə borcum əmələ gəlmişdi. Nə bacarırdımsa, o ilə məşğul olurdum ki, pul qazanım. Getdiyin yol nə qədər psixoloji olaraq dumanlıdırsa, o zaman çətinlik çox olur. Adi bir şey də sənə çətinlik yaradır. Sən çox aydın görürsənsə, nə bilim, başqalarının belə qlobal hesab elədiyi problemləri belə aşa bilirsən.
əlilliyim olduğu üçün uşaqlıqdan başlayaraq mütəmadi olaraq hansısa çətinliklərin öhdəsindən gəlmək məcburiyyətində olmuşam və bu çətinliklərin öhdəsindən gəlmək məni axırda bir praktikada öyrənmiş bir şəxsi inkişaf mütəxəssisinə çevirdi. İlk sahibkarlıq fəaliyyət təcrübəm 26 yaşımda təxminən oldu. O zaman şəxsi inkişaf mövzusunda bir kitab yazdım. Yəni ilk belə satış təcrübəm ondan başladı və o kitab sayəsində başa düşdüm ki, necə satmaq olmur. Necə uğursuz biznes qurmaq onları ilk dəfə orada öyrəndim. Məsələn, orada mən belə çox romantik düşünürdüm. Deyirdim ki, Facebookda 5000 dostum varsa, onun hər biri məndən bir kitab alsa, 5000 satış eləyir bu. Sonra kitabın işığı görəndən sonra heç 50 nəfər orada almadığını gördükdə başa düşdüm ki, sənin hansısa bir məhsulun var olmağı bəs eləmir insanların onu alması üçün. Yəni satmağı bacarmaq lazımdır. Kitab təcrübəsindən 3 il sonra mən bankların birində çağrı mərkəzində çalışırdım. Əslində o özü də mənə çox böyük bir təcrübə oldu. Hər gün sözün əsl mənasında yüzlərlə müştəri ilə danışırdıq, qaynar xəttə cavab verirdik. Müştəri ilə işləmə təcrübəsi qazanandan sonra işdən çıxma qərarı gəldim. İşdən çıxanda təxminən 1000-2000 manat pulum var idi, amma heç bir biznes ideyam yox idi, sıfır. Sözün əsl mənasında sıfır. Düşünürdüm ki, nəsə bir iş qurana qədər bunu xərcləyərəm, bəs eləyər. Amma force majeure halları nəzərə almamışdım və mənim bir biznes ideyası gələnə qədər, onu gəlirə çevirənə qədər çoxdan mənim maddi çətinliklərim başlamışdı. Bütün pullarım xərclənmişdi, əksinə borcum əmələ gəlmişdi. Həmən dönəm üçün nə bacardımsa o ilə məşğul olurdum ki, pul qazanım. Sonra artıq bir biznes ideyası axtarışına çıxdım. Əvvəlcə bir marketplace yaratmaq qərarı gəldim ki, ölkədə olan əlilliyi olan şəxslərin əl işlərini satan bir platforma olsun. Yəni mən bir təsisçi olaraq digər əlilliyi olan ustaların əl işlərini müxtəlif həm fərdlərə, həm də şirkətlərə satmağa çalışırdım. Və alınırdı. Bəzi xarici beynəlxalq qurumların Azərbaycan nümayəndəlikləri bizdən sifariş vermişdi. Və gedişatda da mən özüm də o ustalarla yanaşı, özüm də nəsə əl işi hazırlamağa çalışırdım. Sözü əsl mənasında demək olar sıfır sərmayə ilə başladım. Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti üçün iki şeydən biri lazımdır. Ya boş zaman, ya da pul. Pulun yoxsa onu bol zamanla əvəzləyə bilərsən və alternativ üsullarla o pulu kompensasiya eləyə bilərsən. Məndə də pul yox idi, zaman var idi və il yarım bir-bir düzəldirdim də, heç bir məhsul stokum yox idi. Ehtiyatda məhsullarım olmurdu. Elə 2 dənə düzəldirdim, onu da satırdım. Gələn pulu yeni xam malın almağına xərcləyirdim. Kiçik addımlar məni çox qane edəcək bir dövriyyələrə, rəqəmlərə gətirib çıxartdı il yarım sonra. Başa düşürdüm ki, yəni insanların səndən məhsul alması üçün onun bir fərq və ya onun bir dəyəri olmalıdır. Bu dəyəri sən yaradırsan əslində də. Yəni gözləmirsən ki, insanlar desin ki, "A, nə qəşəngdir, nə dəyərlidir bu. Mən bunu alım." Belə dünya yox. Bu vaxta qədər olan aksesuar modellərini özünküləşdirib yeni modellər yaratdı və bu əlbəttə ki, məni artıq fərqləndirdi. Mən Xəzər dənizindən necə qum dənələri və digər detallar toplayıb, onlardan boyunbağı hazırladığımın videosunu çəkdim. Bəlkə də yəni yanılmıram bu cümləni qurmaqdan və həyatımı dəyişəcək qədər nəticələr başladı verməyə bir neçə günün içində.
Yəni yatırdım, dururdum, gördüm bir neçə milyon baxış artıb. Yatırdım, dururdum. Video viral oldu bütün dünyada. 86 milyon baxışı var. Cəmi 8-9 aya. Oradan motivasiya alıb ikinci viral videonu yaratdım. Əslində o da hal-hazırda YouTube-da 6 milyon yarım baxış toplayıb. Ən çox müştəri hal-hazırda Amerika Birləşmiş Ştatlarındandır. İkinci yerdə təxminən Almaniyadır. Üçüncü yerdə isə Birləşmiş Krallıqdan sifərişlər olur. Çətinlik varsa da o düşüncələrdədir yalnız. Real həyatda heç bir çətinlik yoxdur əslində. Şəxsi biznesini yaratmaq və bununla kifayətlənməyib onu qloballaşdırmaq indiki qədər heç vaxt əlçatan və asan olmamışdı. Bir ədəd telefon dostunuz bəsdir ki, sabahsı günü sizi Amerikada tanısınlar. Getdiyin yol nə qədər sənin üçün, yəni psixoloji olaraq dumanlıdırsa, qeyri-məlumdursa, o zaman çətinlik çox olur. Hal-hazırda, yəni 28 mayda ərazi olaraq kirayə yaşadığım mənzildə Amerikaya satış edirəmsə və burada hazırladığım, yəni heç bir sex yoxdur, yəni sadəcə bir eyvanımda oturub xarici ölkəyə sata bilirəmsə, demək ki, çətinliklər yalnız bizim təsəvvürümüzdə ola bilər. Onlar insanları aldadıcı təkliflərlə tora salaraq müxtəlif sxemlər qururlar, yüksək faizlər, böyük qazanclar vəd edirlər. Nəticədə minlərlə insanın vəsaitini mənimsəyirlər. Söhbət piramida dələduzluğundan gedir. Bəs bu cür tələlərə düşməmək üçün nə etməliyik? Hüquqşünas Fərhad Mehdiyevlə müzakirə edəcəyik. Xoş gəlmisiniz, hər vaxtınız xeyir olsun. Öncə gəlin biz məlumat verək ki, ümumiyyətlə piramida sxemi nədir və onu qanuni biznesdən, qanuni investisiya imkanlarından necə ayırt edə bilərik? Mən bir neçə təşəbbüsün adını çəkəcəm. Azərbaycanlı izləyicilər bunların hamısını bilirlər. Çoxunu Oriflame məsələn, Herbaflor və Əmrah Bank. Əmrah Bank Ponzi sistemi deyilən bir sistemidir. O piramida sistemi deyil. Oriflame ilə məsələn Herbaflora hər halda multilevel marketing dedikləri müxtəlif səviyyəli marketing sxeminin bir təzahürüdür və o qanunidir, onu sizə deyim. Bir də piramida sistemləri var. Dünyada məsələ Amerikanın özündə ümumiyyətlə bu cür aldadıcı sxemdir. Dünyada çox yayğındır. Amerikada belə bir təşəbbüs olub, Vema Nutrition adı ilə çıxıb və 200 milyon dollar qədər insanlardan pul toplaya bilib, sonra bunlar həbs olundu. Çünki insanların pulunu mənimsədilər. Əsas fərq nədir? Əsas fərq nədir? Multilevel marketing dediyimiz Oriflame kimi təşəbbüslər real məhsul və ya xidmət sata bilirlər. Və bu xidmətin və məhsulun birincisi bazarda ona ehtiyac var və onun, məsələn, ora üzv olan şəxslərin onun aldıqları dəyəri aşağı-yuxarı bazar dəyərlə mütənasibdir, ağlabatandır. Piramida sistemlərində isə dələduzlar qazancı necə götürürlər? Onlar deyək ki, 8 nəfəri sistemə gətirirlər və onlara deyirlər, siz bizim sistemin investorusunuz, siz bizə pul qoyursunuz və xeyirdən, qazancdan faiz götürəcəksiniz. Amma onlara bir şərt qoşurlar. Siz əlavə hər birini 8 nəfər daha gətirsəniz bura, təbii ki, onlar da pul verib qoşulacaqlar bu sistemə. Daha əvvəl qoşulmuş olanlar qoyduqları pulları geri götürürlər. Yəni bu səfər sistemdə artıq 64 nəfər olacaq. Həmin 64 nəfər hərəsi də bir 8 nəfər daha gətirəcək, onlar da bir 8 nəfər daha gətirəcək və dolayısıyla təbii ki, bu piramida sxeminə daxil olan vəsaitin məbləği olduqca yuxarı olacaq. Bu insanlar investor adı ilə piramidaya gətirilir. Yəni siz bizə pul qoyun, siz qazanca şərik olacaqsınız deyə və yüksək qazanclar vəd olunur. Təbii ki, insanların pula ehtiyacı var. Onlar da aldanırlar, yüksək qazanc vədlərinə aldanırlar. Halbuki həmin piramida sxemində real mal və xidmət satışı yoxdur. Yəni vətəndaşlar necə başa düşməlidirlər ki, bu məsələn bu dələduz sxemidir, yoxsa real bir sxemdir? Əgər ortalıqda real mal satışı olmadan pul dövriyyəsi meydana gəlirsə, ki burada pul dövriyyəsi var. Yəni mən özüm getdim, qoşuldum, tutaq ki 500 manat pul verdim. Ondan sonra yaxınlarıma, dostlarıma dedim, onlar getdilər 500 manat verdilər. Bu artıq bir pul dövriyyəsi var, amma real mal və xidmət dövriyyəsi yoxdur. Yəni satış yoxdur. Satış da olmadan təbii ki, pul qazanmaq mümkün deyil, heç kimə qazancdan pay vermək mümkün deyil və bu sxem bir yerdə təbii ki, çatlayır. İnvestorlar onlara vəd edilən
pulları və gəlirləri istədikləri anda bu sistem çatlayır. Məsələn, bəzi sistemlər Oriflame sistemlərinə oxşuyur. Yəni, bu adamlara deyirlər ki, siz tutaq ki, 500 manat, 1000 manat verib və üzv ola bilərsiniz. Bu da sizin satacağınız məhsuldur. Bəzən bu məhsul onlara real olaraq əllərinə verilir. Bəzən isə deyirlər ki, bu sizə elə bir ki, bir kataloqdur. Bu məhsuldan satma hüququ əldə edirsiniz. Yəni, o aldadıcı sxemlərdə satma hüquqları da satılır. Satma hüququ. Yəni, sən üzv olursan və həmin məhsuldan satma hüququ əldə edirsən. Bu məhsul necə bir məhsuldur? Adətən belə aldadırlar. Bu məhsul çox yeni bir məhsuldur. İndiyə kimi bunu heç kim icad eləməyib. Mənim Azərbaycanda bildiyim bir İsrail şirkəti var idi. Bunlar qida əlavələri satmaq adı ilə yeni üzv gətirirdilər və insanlara hər birisinə ən az 10.000 dollar qədər ziyana məruz qoydular. İsraildə bunların yeni fabrikalar tikiləcəkdi. Onların əllərində elektron kataloqları var idi. Müxtəlif qida əlavələri çox baha qiymətə təklif olunurdu. Təbii ki, bu pul ödəmiş insan bir müddət sonra görür ki, ya məhsul satılmır və ona vəd edilən ya gəliri istəyir və yaxud deyir ki, mən ümumiyyətlə çıxmaq istəyirəm, mən pulumu geri qaytarım. Amma ona heç kim pulunu geri qaytarmır. Mal qalır onun əlində, əgər mal verilibsə və o da artıq zərər çəkmiş kimi bizim fırıldaqçılığın qurbanı olur. Elə yeri gəlmişkən qeyd edək ki, bir neçə gün bundan əvvəl Daxili İşlər Nazirliyinin kiber cinayətkarlıqla Mübarizə Baş İdarəsi bir neçə piramida sistemini ifşa etdi və qanunsuz əməlləri törədənlər saxlanıldı. Araşdırmalar nəticəsində məlum oldu ki, onlar bu yolla 500.000 manat vəsait elə keçiriblər və təbii ki, vətəndaşların 500.000 manat itirməsi çox ciddi bir məsələdir və bu arada belə bir sual yaranır ki, həmin o şəxslər tutulduqdan sonra, saxlanıldıqdan sonra zərər çəkənlərin itirdikləri vəsait necə geri qaytarılırmı? Mümkündürmü bu? Mümkündür, amma onun mümkün olması üçün dələduzların, yəni bu cinayət əməli törətmiş şəxslərin əmlakı müəyyən edilməlidir. Müsadirə qaydasında bu mümkündür, müsadirə olunur və zərər çəkmiş şəxs qismində tanınan, şikayət etmiş vətəndaşların da pulları həmin də ki, müsadirə olunan əmlakdan geri qaytarır. Bu puldursa birbaşa qaytarırlar. Ola bilsin ki, onlar insanların pulunu mənimsəyib özlərinə ev alıblar, daşınmaz əmlak alıblar. Onda bu satılmalıdır və satışdan əldə olunan məbləğ zərər çəkmiş şəxslərə nisbətinə uyğun olaraq qaytarılmalıdır. Bunun hüquqi tərəfləri necə tənzimlənir? Ortada bir sənəd olurmu? Yəni ona əsasən addım atılır yoxsa necə? Onlara adətən bir sənəd verirlər. Məsələn, gəlir üzv olur, ona buna dair bir sənəd, pulu aldığına dair bir qəbz verərlər, böyük ehtimalı. Bu da qəbz ola bilər. Piramida sxemlərinin bir çoxunun onlayn saytları olur. Vətəndaşlar ora daxil olub özlərinin üzvlük statusunu görürlər. Güya ki, xəyali olanmış, toplanmış, nə bilim, qazanc ballarını falan görə bilirlər. Bu onları şirinlikləşdirir. İndi onlar ola bilsin ki, bunun elə bir ki, çap edib, sənədlərini də əllərində almış ola bilərlər onlayn qeydiyyat sistemində. Amma sistem özü çökəndən sonra böyük ehtimalla bunların serverlərdə işləməz hala gələcək. Yəni, onu nəzərə almaq lazımdır. Mən vətəndaşlar bir daha burada xəbərdar etmək istəyirəm ki, yüksək qazanc vədlərinə onlar inanmasınlar. Pul qazanmaq o qədər rahat bir şey deyildir. Əslində qalsa bir qədər işin içinə daxil olduqda, araşdırdıqda real biznes imkanlarından rahatlıqla seçmək mümkündür. Bəs nə baş verir ki, vətəndaş aldanır? Yəni, bu qədər məlumatlar çıxır, bu işlə məşğul olan insanlar saxlanılır, bu sistemlər ifşa olunur və artıq dövr elə bir dövrdür ki, əksəriyyətinin bu piramida sistemindən məlumatı var. Amma aldananlar da az deyil. Onlar əsas aldadan yüksək qazanc vədidir. Yəni, onlar belə tamahlarına şirinlikləşirlər və həmin sistemə qoşulurlar. Amma ikinci dediyiniz məsələ çox vacibdir. Onlar müvafiq araşdırmanı aparmırlar. Vətəndaşlar bunları araşdırmalılar. Bu şirkət nədir, onun haqqında nələr deyilib, buna mənə vəd edilən gəlir, qazanc nə qədər realdır, ağlabatandır, yoxsa ağlabatan deyildir. Hər gələn mesaja aldanmaq olmaz. Aldanmaq olmaz, təbii ki. Məsələn, bir telefonlara gəlir bu qəbildə mesajlar. Məsələn, Facebook sistemi. Facebookda müxtəlif pullu reklamlar çıxır və bunların xeylisi skam dedikləri, yəni dələduzluq sxemləridir. Facebook heç araşdırmır. Yəni, bu həqiqi biznes midir, yoxsa həqiqi biznes deyil. İş elanları gəlir, sponsorlu reklam. Vətəndaş fikirləşə bilər ki, Facebookun verdiyi sponsorlu reklamdır. Hər halda qanuni bir şeydir. Amma atdığı addımları çox ehtiyatla atmalıdır vətəndaş burada. Razılaşarsınız ki, bu tip platformaların təsisçiləri adətən xarici ölkələrdə olur. Bəli, oradan idarə edirlər və daha sonra onların tapılması, cəzalandırılması da çətin bir proses olur. Tamamilə düzdür, bəli. Elə bir şey olur. Onlar çünki Azərbaycan telefonu, yəni vətəndaşlarımız Azərbaycan telefon nömrəsi olmayan, Azərbaycanda ofisi olmayan,
qətiyyən bu işlərdə çox ehtiyatlı yanaşmalıdır və mən deyərdim ki, bu işləri getməməlidirlər. Çünki həmin insanlara qarşı şikayət vermək, hüquq mühafizə orqanları onları yoxlaması eləməsi çətindir. Bir imkandan sizə bəhs edeyim. Bütün kartlar, bank kartlarında, bu Visa sistemində də var, Mastercard sistemində də var. Chargeback deyə elə bir ki, funksiya var. Chargeback funksiyası pulludur. Amma çox bahalı sistem deyil. 10 manat, 20 manatlıq bir ərizə verəndə onu ödəyirsiniz və onu çox tez eləmək lazımdır. Yəni banklar o pulu vəsaitin bir hissəsini geri qaytara bilirlər. Amma bu da heç də həmişə təəssüf ki, mümkün olmur. Ona görə vətəndaşlarımız kifayət qədər agah olmalıdırlar, kimləsə məsləhətləşməlidirlər və hər hansı bir şübhə hiss etdikləri halda bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməkdən vaxtında çəkinməməlidirlər bununla bağlı. Burada əsas vasitə, bunun qarşısını almaqda bu təbliğdir. Yəni insanlara biz bunu çatdırmalıyıq, bu sxemləri maarifləndirməkdir ki, insanlar ehtiyatlı olsunlar, bu zəncirlərə elə bir ki, düşməsinlər. Çox sağ olun. Təşəkkür edirik sizə mövzuya münasibət bildirdiyinizə görə və biz də belə bir mövzuları müzakirə edərkən məhz əsas məqsədimiz tamaşaçıların məlumatlandırılmasıdır. Hazırda isə əziz tamaşaçılar sizə əmək bazarında mövcud olan real iş imkanları haqqında məlumat verəcəyik. Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov və Sumqayıt filiallarında həkim-laborant vakansiyası var. Bu iş üçün ali tibbi təhsil və müasir laboratoriya avadanlıqları ilə işləmə bacarığı şərtdir. Əmək haqqı isə razılaşma yolu ilədir. Defaktonun Əhmədli filialına satıcı xəzinədar tələb olunur. Orta və ya ali təhsilli müvafiq sahədə 1 il iş təcrübəsi olanlar müraciət edə bilərlər. Maaş 530 manatdır. Dias MMC korporativ satış meneceri vakansiyasını elan edir. Namizəddən ali təhsil 22-36 yaş aralığında olması tələb olunur. Müvafiq sahədə 2 il iş təcrübəsi, həmçinin şəxsi avtomobilinin olması mütləqdir. Vakansiya yalnız kişilər üçün nəzərdə tutulub, əmək haqqı 700 manatdır. Zəyəm Texnologiyalar Parkında qaynaqçılar üçün iş imkanı var. 20-55 yaşlı şəxslər müraciət edə bilərlər. İş yeri Şəmkirdədir. Əmək haqqı isə 955 manatdır. Azdizayn Qrupda satış müdiri vakansiyası var. Tikinti məhsulları satışı sahəsində iş təcrübəsi mütləqdir. Əgər ali təhsiliniz varsa, Azərbaycan dilini yüksək səviyyədə bilirsinizsə, bu iş imkanını dəyərləndirə bilərsiniz. Müraciət 21 mart tarixinə kimi keçərlidir. Əmək haqqı 1000-1500 AZN təklif olunur. Mebel ustaları üçün Akob İnşaat iş imkanı yaradır. Bu vakansiya üçün 3 ildən artıq təcrübə və yaşın 25-dən yuxarı olması lazımdır. Maaş 1500 manatdır. Xaçmaz Agropark Baytar vakansiyası elan edir. Ali təhsilli 23-50 yaşlarında olanlar müraciət edə bilərlər. İş yeri Xaçmazdadır. Təyin olunan əmək haqqı 800-1500 manat aralığındadır. Avant Qrupa ali təhsilli tikinti sahəsində memar kimi minimum 3-5 il iş təcrübəsi olan memarlar axtarılır. Azərbaycan və Rus dili biliyi tələb olunur. Maaş 2200-2500 AZN-dir. Buta Agro baş mühasib axtarışındadır. Ali təhsilli və müvafiq sahədə minimum 3 illik iş təcrübəsi olanlar bu təklifi dəyərləndirə bilərlər. Əmək haqqı isə 2000-2500 manatdır. Və bugün olan son vakansiyamızı təqdim edirik. Dövlət İmtahan Mərkəzində elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsində baş məsləhətçi vakansiyası mövcuddur. Ali təhsil, 3 illik əmək stajı, rus və ingilis dili biliyi tələb olunur. Maaş 2594 manatdır. Vakansiyanın tələblərinə uyğun gələnlər 13 mart tarixinə də sivillərini mərkəzin elektron poçt ünvanına göndərə bilərlər. Belə əziz izləyicilərimiz, əgər təqdim etdiyimiz vakansiyalar sizin istəyinizə, bacarığınıza, təhsilinizə uyğundursa, o zaman şirkətlərlə əlaqə yarada bilərsiniz. Növbəti həftə yeni vakansiyalar, iş tapmaq və işini dəyişmək istəyənlər üçün yeni təkliflərlə qarşınızda olacaq. Bizi sosial platformalarda da izləyin. Əmin olun ki, hansısa iş sizlikdir. Şıxov Premium villaları.